Salam dəyərli müəllimlər, əziz MİQ və sertifikasiya namizədləri, hər birinizi salamlayıram. Bu gün natural ədəblər dərsinə aid MİQ səviyyəli, yəni sırf MİQ səviyyəli sualların izahını verirəm. Diqqətlə qulaq assaz, natural ədəblərə aid sırf MİQ səviyyəli təqribən 22 dənə sualın izahı sizə tam aydın olacaqdır. Suallara başlayaq. Sual 1. A üstü B minus C bərabərdir 47. ABC sadə ədədlər olarsa, A plus B plus C bərabərdir sual. Buraya diqqət yetiririk. A, B və C sadə ədədlərdir. Demək, A üstü B minus C bərabərdir 47-dir. Deməli, baxın, A, B və C də sadə ədədlərdir. Deməli, A-da sadə ədəddir. İndi 47-yə diqqət yetiririk. 47-nin özü nədir? Sadə ədəddir. Sadə ədədi də biz yalnız 47 üstündə 1 kimi göstərə bilərik. Yəni, əgər məsələn burada 16 olsaydı, bunu 2 üstü 4 formasında göstərmək olardı. Və ya 4 üstü 2 formasında göstərmək olardı. Amma sadə bir ədədi, məsələn 47 ədədini biz yalnız 47 üstündə 1 kimi göstərə bilərik. Burada diqqət yetiririk. Deməli, A da sadə ədəddir, 47 də sadə ədəddir. Deməli, A nəyə bərabər oldu? A bərabərdir 47-yə. B minus C bəs nəyə bərabərdir? 1-ə. Hansı ədədlərin fərqi 1-ə bərabərdir? Ardakı ədədlərin fərqi 1-ə bərabərdir. Burada deməli B və C bir-birlərindən bir vahid fərqlənir və ardakı ədədlərdir. Və bu qaydanı mütləq öz yadınızda saxlayın. Deməli, fərqi 1-ə bərabər olan ədəd, yəni ardakı ədədlərdən yalnız 2 və 3 hər ikisi sadə ədəddir. Baxın, biz baxdıq ki, B minus C bərabərdir 1. Deməli, B və C ardakı ədədlərdir. Bir-birlərindən bir vahid fərqlənirlər. Deməli, B minus C bərabərdir 1-dir. Bunu bildik, ardakı ədədlər olduğunu bildik. Və ardakı ədədlərdən biri təkdir, biri cütdür. Biri təkdir, biri cüt ədəddir. Ona görə də nə deyirik? Baxın, 4, 5. Ardakı ədədlərdən yalnız 2 və 3'dür ki, bunların hər ikisi sadə ədəddir. Digər bütün ardakı ədədlər, ardakı natural ədədlərin yəni biri mütləq ya mürəkkəbdir, ya da biri ümumiyyətlə, yəni sadədir. Bir də yəni sadə ədəd deyil. Ardakı ədədlərdən yalnız 2 və 3 hər ikisi sadə ədəddir. Deməli, burada B 3'dür, C də 2'dir. A plus B plus C'ni bizdən istəyir. A 47, B 3, C 2'dir. Topladıqda da məlum olur ki, bu edir 52. Belə. Sual nömrə 2. A minus B vur A kvadratı plus AB plus B kvadratı bərabərdir C. A, B və C sadə ədədlər olarsa A plus B plus C bərabərdir sual. Bu suala da diqqət yetirək. Yenə də eyni qaydadan istifadə edəcəyik burada. Yəni bu qaydanı siz bildiniz ki, yəni ardakı ədədlərdən yalnız 2 və 3'dür ki, hər ikisi sadə ədəddir. Baxın indi. Bu suala diqqətlə baxaq. A, B və C sadə ədədlərdir. Sadə hər hansı bir ədədi, məsələn, sadə bir x ədədini biz yalnız 1 vur x kimi göstərə bilərik. Yəni, məsələn, sadə bir 23 ədədini biz yalnız 1 vur 23 kimi göstərə bilərik. Və ya 7 ədədini, sadə ədədini 1 vur 7 kimi göstərmək olar. Biz artıq 2 vur 3,5 elə də olmaz axı. Yəni natural olmalıdır da, natural ədədlərdən söhbət gedir.
Amma məsələn bir mürəkkəb ədədi biz 2 vur 12, məsələn 24 ədədini 3 vur 8 kimi göstərə bilirik. Bu deməli sadə ədədi yalnız 1 vur x kimi göstərə bilərik. Deyir A, B və C sadə ədədlər olarsa A plus B plus C bərabərdir sual. Deməli A minus B vur A kvadratı plus AB plus B kvadratı bərabərdir C. Deməli C ədədinin 2 dənə vuruğu burada göstərilir. Birinci vuruq, ikinci vuruq və hasil burada göstərilir. Deməli bu da C sadə ədəd olduğuna görə C-ni yalnız C vur 1 kimi göstərə bilərik. Deməli burada da kiçik ədəd A minus B-dir 1. Bu da deməli C-nin özüdür. Və burada indi yenə diqqət yetiririk. Bax buraya, buradan bizə məlum olur ki, deməli A minus B fərqi 1-dir və hər ikisi sadə ədəddir. Deməli A 3-dür, B 2-dir. Buradan da A 3 və B 2-ni burada yerinə qoyuruq. A kvadrat 9, bax burada yerinə qoyub biz C-ni tapırıq. 9 plus 3 vur 2 plus B kvadratı da 4. 9 plus 6 15, 15 plus 4 19. Deməli tapdıq ki, C 19-dur. A 1-dir, A yox. Deməli A 3-dür, B 2-dir, bu da 19-dur. Bunları indi toplayırıq, eləyir 19 plus 4, 19 plus 5, bu da eləyir 24. İndi növbəti suala baxaq. Deyir ki, A bərabərdir 2 üstü 3, 3 üstü 4, vur 5 üstü 5, vur 6 üstü 7 ədədinin tam bilən sayını tapın. Baxın, diqqətli olun. MİQ-də olan bütün sualların əksəriyyəti bu tipli elə suallardır ki, orada yəni diqqətli olmasaz həmin sualı səhv yazarsınız. İndi diqqətli olun və diqqətlə baxın. Hər hansı bir yəni bir ədədin tam bilən sayını tapmaq istəyiriksə və ya natural bilən sayını, sadə vuruq sayını, sadə bilən sayını tapmaq istəyirsinizsə, mütləq həmin ədədi standart formada sadə vuruqların hasili şəklində göstərmək lazımdır. Bu zamanda, yəni sadə vuruqların hasili şəklində, yəni bu vuruqların heç biri mürəkkəb ola bilməz. Hamısı sadə olmalıdır. Amma buraya diqqət yetirin. 6 nədir? 6 mürəkkəbdir. Ona görə də biz 6-nı bir daha burada vuruqlara ayırmalıyıq. 6 nəyə bərabərdir? 2 üstü 7 vur 3 üstü 7-yə. İndi yerinə qoyub hesablayaq. Bununla da yəni məsələ sadə formaya gəlir. 2 üstü 3, vur 3 üstü 4, vur 5 üstü 5, vur 6 üstü 7'nin əvəzinə 2 üstü 7, vur 3 üstü 7 yazırıq. Natural bilən sayı nəyə bərabərdir? Deməli, qüvvətlərin üzərinə 1 gəlib, bir-birlərinə vururuq. Yox, gözləyin, biraz səbirli olaq. Baxın, burada bunlarda yəni vurmaq lazımdır da, vurma formasında. 2 üstü 3'ü vur 2 üstü 7, 2 üstü 10 edir. Yəni bir dənə vuruqdan 2 dənə ola bilməz. 2-dən 2 ilə yerdə biz yaza bilmərik. Yəni hasil formasında mütləq göstərmək lazımdır. 3 üstü 4, 3 üstü 7, 3 üstü 10 etdi. Bu da 5 üstü 5 etdi. İndi qüvvətlərin üzərinə 1 gəlirik. Bir-birlərinə vururuq. Hı -hı. 11 vur 11. 121. 121'in də vuranda 6'ya bu elədir 726. 726 bu deməli elədir
Yani buraya dikkat etirik. 3 üstü 11'dir. Burada yeni 11 plus 1 12. Aha. 721 yok, 792 edir. Yani 11'i 12'ye bunu da vururuq. 11 vur 12 vur 6. 792 dənə deməli natural bölən sayı 792 etdi. Tam bölən sayı bəs nəyə bərabərdir? Tam bölən sayı natural bölən sayının 2 mislinə bərabərdir. 792-ni də vururuq 2-yə, elədi 1584. Cavabımız oldu 1584 dənə tam bölən sayıdır. Növbəti sual. 100-ün tam bölənlərinin cəmini tapın. Baxın, hər hansı bir ədədin, yəni tam bölənlərin cəmini tapın. Əvvəl bunu adi qaydada, tam formada sizə izah edirəm. Sonra qaydanı çıxardırım. Bundan sonra həmin qaydadan siz istifadə edərsiniz. 100-ün tam bölənləri hansılardır? -1, -1. -2, -2. -4, -4. -5, -5. -10, -10. -20, -20. -25, -25. Sonra -50, -50. -100, -100. Tam bölənlərində toplayanda 0, 0, 0, 0, 0. Hamısı deməklədir 0. Bunları da toplayanda 0 edir. Deməli, hər hansı bir ədədin tam bölənlərin cəmi nəyə bərabərdir? 0-a. Yadınızda qayda kimi saxlayırsınız. Hamısı ixtisar getdi. Baxın, bu getdi, ixtisar, bu getdi, hamısı ixtisar getdi. Və nəticədə nə alındı? 0. Hər hansı bir natural ədədin tam bölənlərin cəmi deməli nəyə bərabərdir? 0-a. 20 ədədinin sadə olmayan tam bölənlərinin cəmini tapın. Yenə də bunu adi qaydada izah edirəm, amma bunun qaydasını mütləq yadınızda saxlayın. Sizə böyük bir misallar verə bilərlər, böyük ədədlər verə bilərlər. Sadə olmayan tam bölənlərinin cəmini tapın. 20 ədədinin deməli bütün bölənlərini biz yazaq. Yəni bütün sadə bölənlərini biz yazaq. -1, -1. -2, -2. -4, -4. -5, -5. -10, -10. -20, -20. Deyir, sadə olmayan tam bölənlərinin sadə olmayanları bizdən istəyir. Sadə olmayanlar, yəni sadələri bizdən istəmir. Sadə olmayanları istəyir. Sadə olmayanların cəmini bizdən istəyir. Sadələrə deməli biz dəymirik. Sadə olmayanları toplayırıq. -1 deməli nədir? Sadə deyil. -1 də sadə deyil. Deməli nədir? Bunları toplayırıq. -1 ilə -1-i toplayanda nədir? 0. Getdilər ixtisas. -2 nədir? Sadədir. Deməli, -2-ni artıq toplamırıq. -2-ni isə toplayırıq. Bunu yadımızda saxlayırıq. -4, -4 bunlar hər ikisi deməli sadə deyil. Bunları da toplayırıq. Bunlar hər ikisi getdi ixtisar. -5, -5. -5-i demək toplayırıq, amma -5-ə dəymirik. Bunları toplamırıq. -10, -10 sadə deyil. -10, -10 getdi ixtisar. -20 və -20 bunlar da sadə deyil. Bunlar da ixtisar getdi. Sadə olmayan tam bölənlərin cəmi deməli nə oldu? -2 ilə -5. Toplayanda elədi -7. Bu -2, -5 sadə olduğuna görə, bizdən də sadə olmayanlar istədiyinə görə biz -2 və -5-i toplamada qoymuruq. Yəni toplamada onlar iştirak etmirlər. -2 və -5 nəyə bərabər oldu? -7. İndi diqqət yetiririk. -2 nədir? 2-nin
əksidir. 2-nin mənfi olanı, mənfi 2-dir. Mənfi 5 nədir? 5-in mənfi olanıdır. Deməli, belə bir dənə qayda alınır. Hər hansı bir natural ədədin sadə olmayan tam bölənlərinin cəmi həmin ədədin sadə bölənlərinin əkslərinin toplanması ilə alınır. Sadə olmayan tam bölənlərinin cəmi, yəni hər hansı bir x ədədinin sadə olmayan tam bölənlərinin cəmini tapın dedikdə, həmin ədədin sadə bölənlərinin əkslərini toplamaq lazımdır və bu qayda hər zaman doğrudur. Bunu yadınızda saxlayın. Davam edək. Buna aid bir dənə oxşar misal yazdım. Bunu da sizə həll edim. Yəni eyni qaydada. 120 ədədinin sadə olmayan tam bölənlərinin cəmini tapın. Deməli, nə edirik? 120-ni sadə vurğuların hasili formasında göstəririk və sadə olmayan tam bölənlərinin cəmini dedikdə, sadə bölənlərinin əkslərini burada biz toplayırıq. 120 deməli nəyə bərabərdir? 2 üstü 3, 3 üstü 1, 5 üstü 1. Sadə olmayan tam bölənlərinin cəmi nəyə bərabərdir? Deməli, sadə bölənlərinin əkslərini toplayırıq. Yəni, sadə bölənlər də nədir? Müxtəlif sadə vurğulardır. -2, -3, -5. Bu da elədir, deməli, -10. Deməli, 120 ədədinin sadə olmayan tam bölənlərin cəmi bərabərdir -10. 560 ədədinin sadə olmayan tam bölənlərinin cəmini tapın. Yenə də oxşar bir misaldır. Bunu da indi həll edim. 560 ədədini, deməli, sadə vurğuların hasili formasında və göstərmək lazımdır. 560 nəyə bərabərdir? 2 üstü 4 vur 5 üstü 1 vur 7 üstü 1. Sadə olmayan tam bölənlərinin cəmi də nəyə bərabərdir? Sadə bölənlərinin əkslərini biz burada toplayırıq. -2 plus -5 plus -7. Bunları da toplayanda eləyir -14. Davam eləyək. İndi baxın, bu qaydanı öz yadınızda saxlayın. Qaydanı indi mən burada qeyd edirəm. Hər hansı bir natural ədədin x-ə bölünən neçə natural böləni var soruşulduqda, ədədi x-ə bölüb alınan natural ədədin bölənlərinin sayını, yəni həmin alınan natural ədədin natural bölənlərinin sayını tapmaq lazımdır və bu qayda hər zaman doğrudur. Yəni həmin bu x, yəni burada 3-dür həmin x. Məsələn, sadə ədəddir, mürəkkəb ədəddə məsələn 6 da ola bilər, 8 də ola bilər. İndi biz bu misalı deməli həll edək. 300 ədədinin 3-ə bölünən neçə natural böləni var? Sadə bir qaydada həll edirik. 300-ü deməli 3-ə böldük, alındı 100. 100-ün natural bölənlərinin sayı 300 ədədinin 3-ə bölünən neçə natural böləni var? Həmin sayıya bərabərdir. 100 nəyə bərabərdir? 2 üstü 2 vur 5 üstü 2'ye. Qüvvətlərin üzərində natural böləni var. Qüvvətlərin üzərinə 1 gəlirik və bir-birlərinə vururuq. Yox, neçə natural böləni var? Bəli. Bu da elədir 9. Deməli 9 dənə 3-ə bölünən natural böləni vardır. Sadə formada həll olundu. 600 ədədinin 3-ə bölünən neçə natural böləni var? Yenə də eyni qaydada. 600-ü bölürəm 3-ə. 200 elədir. 200-ün natural böləninin sayı 600 ədədinin 3-ə bölünən neçə natural böləni var? Həmin sayıya bərabərdir. 200-ü sadə vurğuların hasili şəklini göstərək. $200 bərabərdir 2 üstü 3, 5 üstü 2'ye. Bunun da natural bölən sayı 3 plus 1 vur 2 plus 1'e bərabərdir.
4 vur 3. Bu da elədi 12-yə. Deməli cavab alındı 12. 540 ədədinin 3-ə bölünməyən neçə natural böləni vardır? 3-ə bölünməyən neçə natural böləni vardır? İndi bu misalın, bu tip misalların həll olunmasının deməli 2 dənə qaydası vardır. Hər iki qaydanı öz yadınızda saxlayın ki, hər ikini qaydanı bilsəz daha yaxşı olur, miqdə daha sürətli ola bilərsiniz. Birinci qayda nədir? Bu birinci qaydanı izah edirəm. Bu hər zaman ödənilən qaydadır. 540 ədədinin ümumi natural bölənlərinin sayından 40 3'ə bölünən natural bölən sayı. Bu fərq bizə verir 3'ə bölünməyən natural bölən sayını. Bu qayda hər zaman ödənilir. İndi bu qayda ilə məsələni həll eləyək. Deməli nədir? 3'ə bölünən natural bölən sayını 2 tapırıq. 540'ı bölürük 3'ə. Elədi 180. 180'in natural bölən sayı nəyə bərabərdir? 90 Deməli 180 bərabərdir. Deməli baxın burada bir səhvlik oldu. Amma yəni baxın yenidən hesablayaq. Bir də hesablayaq. 180 bölü 2 90. 90 bölü 2 45. 45 3'ə 15. 5 5'ə 1. 180 bərabərdir. 2 üstü 2. 3 üstü 2 vur 5 üstü 1. Deməli bunun neçə natural böləni vardır? 2 plus 1 vur 2 plus 1 vur 1 plus 1. Bu da elədi. Deməli 18 dənə 3'ə bölünən natural bölən sayı 18 dənədir. Bu 18'dir. Ümumi natural bölən sayı bəs nəyə bərabərdir? Ümumi natural bölən sayı isə burada artıq 3'ə bölmürük. Burada artıq deməli 540 olanda isə burada 3 üstü 3 edir. Deməli deməli ümumi natural bölən sayını indi hesablayaq. Deməli eləyir 3 vur 4 vur 1 plus 1 də 2. Bu da elədi 24. Ümumi natural bölən sayı 24. 24 minus 18 fərq eləyir 6. Deməli 6 dənə 3'ə bölünməyən natural bölən sayı vardır. Bu birinci üsulla belə hesabladıq. Yəni ümumi natural bölən sayından 3'ə bölünən natural bölən sayını çıxdıq və alınır 3'ə bölünməyən natural bölən sayı. Bu qayda hər zaman doğru olan bir qaydadır. İndi digər qayda ilə deməli digər qaydanı mən deyim, yadınızda saxlayın. Yəni hər hansı bir natural ədədin x-ə bölünməyən natural bölən sayı dedikdə burada əgər x yalnız və yalnız sadə ədəd olarsa bu qayda ödənilir. Biz nə edirik? Ədədi sadə vurğuların hasili formasında göstəririk və həmin o x-ləri oradan silirik. Burada x sadə ədəd. X-ləri həmin sadə vurğuların hasili şəklində bütün x-ləri oradan silirik. İndi burada həmin qayda ilə bu misalı həll edək. 540'ı sadə vurğuların hasili formasında göstərək.
Sadə vurğuların hansılı şəklini göstərdi? 3-ə bölünmə natural bölən sayı deyildiyinə görə biz nə edirik? 3'ləri tamamilə silirik buradan. Qalanlarının natural bölən sayını tapırıq. Bu da deməli bərabər oldu 3 vur 2, bu da elədi 6. Deməli 6 dənə 3'ə bölünməyən natural bölən sayı vardır. Hər iki qayda ilə biz hesabladıq və hər iki qayda ilə yəni aldıq ki 6 dənə 3'ə bölünməyən natural bölən sayı vardır. Yəni digər bir misal A verdi 2 üstü 3, 3 üstü 4, 5 üstü 5, 7 üstü 3 ədədinin 7'yə bölünməyən neçə natural böləni vardır? Biz 7'yə baxırıq. Yenə də görürük ki, bu misalı 2-dən qayda ilə həll edə bilərik, amma 7'yə baxırıq, nə görürük? Görürük ki, 7 nədir? 7 sadə bir ədəddir. Sadə bir ədəddir. Ona görə də 7'yə bölünməyən neçə natural böləni vardır? 7'ləri buradan tamamilə silirik. Qalanlarının natural bölən sayını biz tapırıq. Bu da bərabər olur 4 vur 5 vur 6 120. Deməli buradan da tapdıq ki, deməli 120 dənə 7'yə bölünməyən natural bölən sayı vardır. Növbəti misal. 360 ədədinin 12'yə bölünməyən neçə natural böləni var? 360 ədədinin 12'yə bölünməyən. 12'yə diqqət yetiririk. 12 nədir? Sadə ədəd deyil, mürəkkəb ədəddir. Deməli biz ikinci qayda ilə bu məsələni həll edə bilmərik. Mütləq nə etməliyik? Birinci qayda ilə məsələni həll etməliyik. Yəni 360'ın ümumi natural bölən sayı natural bölən sayı minus 360'ın 12'ye bölünen natural bölən sayı. Bu da bərabər olur 360'ın 12'ye bölünməyən natural bölən sayına. Bu qaydanı deməli yadımızda saxlayırıq. Deməli bu qayda ilə məsələni həll edirik. İndi əvvəl 360'ın ümumi natural bölən sayını tapırıq. Hı -hı. 90, 92'ye 45, 45 3'e 15, 15 3'e 5, 5 5'e 1. 360 demek neye beraberdir? 2 üstü 3 vur 3 üstü 2 vur 5 üstü 1. Ümumi natural bölen sayı. Burada neye beraberdir? Deməli qüvvətlərin üzərinə 1 gəlib bir-birlərinə vururuq. 4 vur 3 vur 1 üstə 1 də 2. Deməli 4 vur 3 12 24. 20 ümumi natural bölən. Deməli 12'ye bölünməyən natural bölən sayı bəs nəyə bərabərdir? 360'ı bölürük 12'ye, qalanlarının natural bölən sayını tapırıq. 360'ı bölürük 12'ye. Belədir. 30'un natural bölən sayını tapırıq. 30 da bərabər edir. Deməli 2 üstü 1, 3 üstü 1 vur 5 üstü 1. Bu da eləyir. Deməli 2 vur 2 vur 2 8. 8 12'ye bölünən. Deməli 24 minus 8 də nəyə bərabərdir? Deməli baxın, qayıdaq buraya.
24 dənə ümumi natural bölən sayını tapdım. 8 dənə 12-yə bölünən natural bölən sayını tapdım. Deməli, nə oldu? Bu fərq nəyə bərabərdir? 24 minus 8 bərabərdir 16-ya. 16 da nə? 12-yə bölünməyən natural bölən sayı. Davam edək. Baxın, indi bu tipli məsələlərə aid bir dənə qayda deyirəm. Bu qaydanı mütləq öz yadınızda saxlayın. Əvvəl bunu deməli adi qaydada biz həll eləyək. Sonra mən o qaydanı mən sizə deyərəm. 29 böl x minus 7 tam ədəd olarsa x-in tam qiymətlərini tapın. Tam ədəd olarsa x-in də tam qiymətlərini tapın. Baxın, indi nə edirik? 29 böl x minus 7. Bu tam ədəddir. Nə edirik? Əgər x minus 7 əgər bu tam ədəd olarsa bu kəsr ümumilikdə, deməli x minus 7 nə olmalıdır? X-in tam bölənləri. X minus 7 deməli nələr ola bilər? Onları yazırıq. X minus 7 bərabərdir 1 ola bilər. X minus 7 bərabərdir mənfi 1. X minus 7 bərabərdir 29. X minus 7 bərabərdir mənfi 29 olur. Və bunları da deməli 1 mənfi və buradan da deməli x-in tam qiymətləri gəlməni istəyirdi bizdən. X bərabərdir 8, x bərabərdir mənfi 7 deməli oldu müsbət 7 6. Burada da x bərabər olur 36. Buradan da x bərabərdir deməli ya da bunları baxın bu formada yazaq. Daha rahat olsun. Daha yadınızda qalsın. Deməli baxın formada yazaq. Bir daha da hesablamayaq. X burada nəyə bərabərdir? 7 plus 1-ə. X nəyə bərabərdir? 7 minus 1-ə. X bərabərdir 29 plus 7-yə. X bərabərdir mənfi 29 plus 7-yə. Nə oldu burada? 1 mənfi 1 ixtisar getdi. Bunların hamısını toplamalıyıq. Mənfi 29 müsbət 29 ixtisar getdi. Qaldı 4 dənə 7. 4 dəfə 7 də 28. X-in tam qiymətləri cəmi nəyə bərabər oldu? Deməli, toplayırıq. 4 dənə 7 qaldı. O da 28 elədi. 4 burada nədir? X-in tam bölənləri. 4 x-in tam bölənləridir. Yəni yox, x-in yox, 29-un tam bölənləridir. Yəni 29-un tamı, yəni sürətin tam bölən sayı. Tam bölən sayı. 7 bəs nədir? Məxrəci sıfıra çevirən qiymət. Yəni bu tipli məsələlərdə nə edirik? Sürətin tam bölən sayını, yəni tam ədəd olarsa x-in tam qiymətlərini tapın. X-in tam qiymətlərinin cəmini tapın. Bax burada qiymətlərinin cəmini tapın. Burada sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiymətə vurmaq lazımdır. Baxın bu formada məsələ həll olunur. İndi bunu qayda formasında yazın. Bax burada misala bax diqqət yetirin. Baxın burada misalda bir səhvlik olub şərtdə. Tam qiymətlərin cəmini tapındır burada. Tam qiymətlərini tapın yox, tam qiymətlərin cəmini tapındır. 29 bölü x minus 7 tam ədəd olarsa x-in tam qiymətlərinin cəmini tapın. Məsələ belədir. İndi nə etdik? Deməli sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiymətə vururuq və cavabı tapırıq. İndi bu mən bunu qayda formasında yazım. Siz öz qayda dəftərinizdə bunu qeyd edin. Deməli, qayda belədir. Ədəd böl x plus minus bir məlum ədəd, yəni fərqli məlum ədəd. Bu formada əgər verilərsə və deyilərsə əgər bu kəsr tam ədəd olarsa, x-in tam qiymətləri cəmini tapın. Bu formada əgər verilərsə, baxın bu da tamdır, bu da tamdır. Yəni buradakı da tamdır. Bu formada verilərsə biz nə edirik? Sürətin tam bölən sayı
tam bölen sayı vurulsun, məxrəci sıfıra çevirən qiymətə. Bu da bizə cavabı verir. Yəni x-in tam qiymətlərinin cəmini verir. Tam qiymətləri cəmi. Bu qaydanı öz yadınızda mütləq saxlayın və qeyd dəftərinizə də qeyd edin. Buna aid bir dənə də misal verilib. 29 böl x minus 7 tam ədəd olarsa x-in tam qiymətləri cəmini tapın. Ya bayaqki misaldır. Bunu da həll eləyək. Baxın 29 nədir? 29-u tam bölən sayı, x-in tam qiymət 29-u 29 elədim. 29 bu da 1 elədim. 29 nəyə bərabərdir? 29 üstü 1-ə. Natural bölən sayı nəyə bərabərdir? 1 plus 1-ə. Bərabərdir 2-yə. Bəs tam bölən sayı nəyə bərabərdir? Tam bölən sayı natural bölən sayının nəyinə bərabərdir? 2 mislinə. 2 vur 2 bu da yəni 2 mislinə bərabərdir. 2 vur 2 bu da bərabərdir 4. 4 dənə yəni sürətin tam bölən sayı nəyə bərabərdir? 4-ə. Sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiyməti vurmaq lazımdır. X minus 7 bərabərdir 0. X bərabərdir 7-yə. Məxrəci sıfıra qiymət bərabərdir 7-dir. X-in tam qiymətlərinin cəmi bəs nəyə bərabərdir? 4'ü vururuq 7-yə. Bu da elədi 28-ə. Baxın belə. Bu formada tapılır. Misal həll olunur. Baxın yenə də bax burada bayaq minus idi məxrəcdə. Burada plusdur. Yenə də eyni qaydada hesablanır. Sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiymətə vurmaq lazımdır. Sürətin tam bölən sayını tapmaq istəyiriksə, standart formada sadə vurğuların hasili formasını da göstərmək lazımdır. 120 nəyə bərabərdir? 2 üstü 3, vur 3 üstü 1, vur 5 üstü 1-ə. Sürətin tam bölən, natural bölən sayı. On altıdır. 16'dan natural bölən sayıdır. Tam bölən sayı nəyə bərabərdir? Deməli 32-yə bərabərdir. Məxrəci sıfıra çevirən qiymət x plus 3 bərabərdir sıfıra, x bərabərdir mənfi 3-ə. X-in tam qiymətlərinin cəmi də edir 16 vur mənfi 3-ə, mənfi 48 deməli edir. X-in tam qiymətlərinin cəmi deməli nəyə bərabərdir? Deməli, x-in tam qiymətlərinin cəmi deməli bərabər oldu. Mənfi 48-ə bərabər oldu. Yəni mənfi də alına bilir. Sonra növbəti misal. Bu tam ədəd olarsa x-in tam qiymətlərinin cəmini tapın. Yenə də eyni qaydada hal olunur. Amma bu yəni bu kəsri bayaqki kəsr formasına mütləq gətirməliyik. Baxın, vurğulara ayırırıq. 4 vur x plus 5'i yaradaq. 4 vur x plus 5 plus nə olur? 20 yarandı. Deməli 110 minus 20 dəliyir 90. Böl x plus 5. Burada yarandı 4 vur x plus 5 böl x plus 5 plus 90 böl x plus 5'e. Bu elədir. Yəni baxın bunlar bildiyimiz kimi ixtisar gedir. Gəlin bunları silək. Deməli burada nə yarandı? 4 plus 90 böl x plus 5. 90 böl yəni bu 4 onsuz da tamdır. İndi 90 böl x plus 5'in yəni 90 böl x plus 5 tam ədəd olarsa x-in tam qiymətlərinin cəmini tapırıq. Burada nə edir? Sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiymətə vurmalıyıq. 90 böl 2 45. Sürətin natural bölən sayı eləyir 2 vur 3 vur 2. 6 vur 2 12. Deməli tam bölən sayı bəs nəyə bərabərdir? Deməli 24 dənə tam bölən sayıdır.
Məxrəci sıfıra çevirən qiymətdir bərabərdir. Nəyə bərabərdir? -5-ə. -5-i də 24-ə. Buramda eləyir -120. -120 elədi burada. Davam edək. Yenə də eyni tip məsələdir. 6x plus 80 bölü x minus 4 tam ədəd olarsa x-in tam qiymətləri kəmini tapın. Yenə də burada bayaqki formaya biz salmalıyıq. Deməli, nə edirik? 6 vur x minus 4 -24 yarandı. Deməli, plus nə etməliyik? -24 əgər yarandısa plus 104 gəlməliyik. 104 gəlməliyik ki, 80 eləsin. Böl x minus 4. Burada elədik 6 vur x minus 4 böl x minus 4 plus 104 böl x minus 4. Baxın, x minus 4'lər ixtisar getdi. 6 onsuz da tam bir ədəddir. Tam ədədin üzərinə istənilən tam ədədi gəldiyində tam ədəddir. Deməli, 104 və x minus 4 əgər tam ədəd olarsa, x-in tam qiymətlərinin kəmini tapmaq lazımdır. Sürətin tam bilən sayını məxrəci sıfıra çevirən qiymətə vurmaq lazımdır. 104 deməli, baxın 104-ün əvvəl tam bölən sayını tapaq. Natural bölən sayı elədik 4 vur 2 8 elədi. Tam bölən sayı da eləyir 16-dan. 16 tam bölən sayıdır. Məxrəci sıfıra çevirən qiymət də 4. 16-nı da 4-ə vuranda nədir? 64. 64 dənə nədir? Deməli, x-in tam qiymətlərinin kəmi nəyə bərabərdir? 64-ə. X-in tam qiymətləri kəmi 64-ə bərabərdir. Növbəti indi suallara baxırıq. 3a-2 ilə 2b plus 1 qarşılıqlı sadə ədədlərdir. 3a plus 2 bərabərdir 3-də 4 olarsa 3a plus 2b-ni tapmaq lazımdır. Baxın, diqqət yetiririk. Bizə şərtdə nələr verir? Onlara mütləq diqqət yetirmək lazımdır. Üç a minus 2 və 2b plus 1-i nədir? Mənə şərtdə verib. Əgər mənə bunlara şərtdə veribsə, mən mütləq bunlardan nədir? İstifadə etməliyəm. Amma burada 3a minus 2 yox, 3a plus 2-dir. Burada da 2b plus 1 yox, 4b plus 5-dir. Deməli, bunları yaratmaq lazımdır. Yaratmaq istəyiriksə, deməli, bunları nədir? Vurmalıyıq, nəsə burada biz yaratmalıyıq. Belə boş yerə qalıb baxa bilmərik. Burada nə yarandı? 9a plus 6, bu da bərabərdir 16b plus 20. Deməli 9a plus 6, deməli burada yaradırıq. Deməli 3 vur 3a minus 2-ni yaradaq. Deməli 9a minus 6 plus 12 yaradırıq. Burada da 2b plus 1'i yaradaq. 8 vur 2b plus 1 plus 12. 12'ləri hər tərəfdən mən ixtisar edirəm. Burada nə alındı? 3 vur 3a minus 2 yarandı və 2b plus 1 də yarandı. Deməli, hər ikisi yarandı. Və burada da 3 də var, 8 də var və hər ikisi qarşılıqlı sadədir. 3 və 8 bir-birləri ilə qarşılıqlı sadədir. Yəni, bu 1-ə bərabərdir. Deməli, nədir? Bunları biz saxlaya bilərik. Deməli, buradan da alınır ki, deməli 2b plus 1 3'dür. 3a minus 2 də 8'dir. Buradan alınır ki, indi bizdən 3a plus 2b-ni istəyir. 3a nəyə bərabərdir? 10'a. 2b plus 1 də bərabərdir nəyə? 2b plus 1 də bərabərdir 3'ə. Buradan da 2b nəyə bərabərdir? 2'yə. 10 və 2'ni də toplayanda eləyir 12. Bu formada məsələ həll olundu. Növbəti misal. 3a minus 1 ilə b plus 3 qarşılıqlı sadə ədədlərdir. 3a plus 1 böl 4b plus 15 bərabərdir 3'də 2 olarsa 5a plus b-ni tapmaq lazımdır.
Baxın, yenə də diqqət yetiririk. 3a minus 1 və b plus 3-ün qarşılıqlı sadə olduğunu bizə deyir. Amma bu kəsrdə nə 3a minus 1 var, nə də b plus 3 var. Deməli, yenə də onları biz nədir yaratmalıyıq? Vururuq bir-birinə, yaradırıq. Deməli, 9a plus 3 bərabərdir 8b plus 30. Buradan da yaranır ki, deməli 3a minus 1'i bu tərəfdə yaradaq. 3 vur 3a minus 1 plus 6. Bu tərəfdən də 8 vur b plus 3 plus 6. 6'lar ixtisar gedir. Və buradan da 3a minus 1 deməli 8'dir. B plus 3 də 3'dür. Və deməli buradan da 3a bərabərdir 9, a bərabərdir 3, b plus 3 bərabərdir 3, b də bərabərdir 0-a. 5a plus b-ni istəyir bizdən. Bu eləyir 15 plus 0, bu da elədi 15. Cavab deməli 15-ə bərabərdir. Növbəti misal. Deməli x plus y, x və y burada deməli natural ədədlərlə daxildir. X və y daxil natural ədədlərə. X plus 3 ilə y minus 3 qarşılıqlı sadə ədədlərdir. Deməli x vur y plus 3y minus 3x bərabər 81 olarsa x plus y cəmi ən çox neçə ola bilər? Baxırıq. Yenə də x plus 3 və y minus 3 verib. Biz bunları mütləq həmin şərtdə verilən misalda yaratmalıyıq. Verilən bərabərlikdə yaratmaq lazımdır. İndi biz nə edirik burada? Y vur x plus 3. Yenə də x plus 3'ü yaradaq bu biri tərəfdə. 3 vur minus ilə saxlayaq. 3 vur x minus 3. X plus 3 eləyək bunu. Bərabərdir 72'ye. Aha. Baxın, bərabərdir 72. Hər iki tərəfdən 9 çıxırıq. Və burada da bu bərabərliyi mən alıram. Bu bərabər oldu 72'ye. Buradan da y minus 3 vur x plus 3 bərabərdir 72'ye. X plus y deməli y minus 3 və x plus 3'ü yaratdıq. Hər ikisi qarşılıqlı sadə ədədlərdir. Deməli, qarşılıqlı sadə ədədlərdirsə və hasili 72'ye bərabərdirsə, deməli y minus 3 bir dəfə 8 və 9 qəbul edək. Bir dəfə də 1 və 72 qəbul edək. 1 və 72 qəbul edək. Bizdən nə istəyirdi? X plus y cəmi ən çox neçəyə bərabər ola bilər? Baxın, 8. Bunların cəmi də ən çox. Deməli, 8, yəni x plus y onsuz da bərabərdir. Y minus 3 və x plus 3'ə. Ayrı formunda hesablamağa gərək yoxdur. Burada 3'lər ixtisar gedir, onsuz da eyni yaranır. Buna bərabərdir. Yəni x, y minus 3 bir dəfə 8 və x plus 3 9 və bir dəfə də 1 və 72 ola bilərlər. Toplayanda bu eləyir 17, bu eləyir 73. Ən böyük qiyməti də deməli 73 ola bilər. Baxın, burada yəni mən məsələn 72-ni əgər 2 vur 36 formasında parçalasam, 2 və 36 qarşılıqlı sadə ədədlər deyil və ya məsələn də yəni 4 vur 4'ün 72 4 vur 18 formasında parçalasaq, yenə də qarşılıqlı sadə ədədlər olmayacaqdır. Ona görə də biz 8 və 9 və 1 və 72 formada parçalasaq, qarşılıqlı sadə ədədlər olacaqdır. Növbəti misala baxırıq. 2x plus 3 və y minus 2 qarşılıqlı sadə ədədlərdir. 2x y minus 4x plus 3y bərabərdir 30 olarsa, x plus y cəmi ən çox neçə ola bilər? Yenə də diqqət yetiririk. 2x plus 3 və y minus 2 verilib, amma burada veri yoxdur. Ona görə nədir? Bunları burada yaratmaq lazımdır. Deməli, 2x y minus 4x plus 3y bərabərdir 30'a. Buradan biz
deməli əvvəl 2x vur y minus 2 2x vur y minus 2 plus 3 vur y minus 2. Deməli buradan biz nə yaratdıq? Minus 6 yaratdıq. Deməli hər iki tərəfdən 6 çıxanda eləyir 24. Deməli 2x plus 3 vur y minus 2 də bərabərdir 24-ə. Deməli 2x minus 3 bir dəfə 1 və 24, bir dəfə də 3 və 8 ola bilərlər. Və buradan da bir dəfə deməli hesablayanda 2x plus 3 bərabərdir 1 olanda x bərabərdir -1 edir. Deməli 3'e bərabər olanda x bərabərdir 0 edir. Y minus 2 bərabərdir 24 olanda deməli y bərabərdir 26, 8'e bərabər olanda y bərabərdir 10 edir. Toplayanda bu formada, yəni əgər x -1, y -26 olanda, müsbət 26 olanda 25 edir. 0 və 10 olanda isə 10 edir. Deməli buradan məlum olur ki, x plus y cəmi ən çox 25 ola bilər. 25 ola bilər. Növbəti misala baxırıq. A və B qarşılıqlı sadədirlərdir. 2A minus 3B böl A plus B bərabərdir 0'dan 25 olarsa B bərabərdir sual. A və B deməli qarşılıqlı sadədirlərdir. Deməli burada 2A minus 3B böl A plus B 0'dan 125'i 4'te 1 formasında yazılır. Və 2A deməli eləyir 8A minus 12B bərabərdir A plus B-yə. Buradan da deməli 7A bərabərdir 13B-yə. Deməli B 7-dir, A 13-dür. Deməli buradan bizdən B-ni istəyirdi, B də 7 elədi. Beləliklə deməli burada natural ədədlərə aid 22 dənə sualın izahını verdim. 22 sualın izahını verdim və bu sualların hər biri MİQ səviyyəli suallardır. Bu suallara diqqət yetirin. Növbəti izah videosunda yenə də natural ədədlərə aid sırf MİQ səviyyəli sualları izah edəcəyəm. Sonra deməli natural ədədlərə aid sırf MİQ-ə düşən sualların izahını verəcəyəm və bunlara da mütləq diqqət yetirin. Və bu formada əgər siz davam etsəz, videolara baxsız, qeydləri götürsəz, MİQ imtahanında mütləq yüksək bal toplaya bilərsiniz. Diqqətli olun və diqqət yetirin. Və yeni öyrəndiyiniz qaydaları da mütləq qeyd dəftərinizdə qeyd edin. Sağ olun.